Futbol dünyasında oyuncular çox populyardır. Hətta orta səviyyəli komandalarda belə milyonlarla insan onları tanıyır. Amma bu aləmdə bir istisna var: hakimlər. Hakimlər oyunun əsas fiqurlarından biri olsalar da, azarkeşlər arasında o qədər də məşhur deyillər. Onlar tamaşaçılar üçün sadəcə oyunun nəzarətçisi, bəzən isə kənarda dayanan polis qədər belə əhəmiyyət daşımırlar. Keçmişə nəzər salsaq, bir çox oyuncunu asanlıqla xatırlayırıq. Amma tanıdığımız hakimlərin sayı çox azdır. Buna baxmayaraq, hakim futbolun ən əsas elementlərindən biridir. Fərqli geyimdə olan, oyunu idarə edən şəxs. Oyuncu dəyişikliyindən tutmuş, qayda pozuntularının elanına, davadalaşın yatızdırılmasına qədər hər şey onun qərarlarından asılıdır. Hakim qərarları ilə ədaləti bərpa edə, eyni zamanda oyunu korlaya da bilər. Bütün gözlər, oyunçular, məşqçilər və azarkeşlər ona yönəlir. Qanunu icra edərək oyuna ritim, axıcılıq və gözəllik qatan, bəzən isə komandaların və hətta millətlərin taleyini müəyyən edən də məhz odur. Amma bu fərqli fiqur qərar vermək üçün bəzən saniyənin %1 hissəsi qədər vaxta sahib olur və adətən səhvlərini düzəltmək şansı olmur. Bütün bu ağır məsuliyyətə baxmayaraq, o, adı bilinməyən, ən az maaş alan və ən çox tənqid olunan şəxsdir. Dünya çempionatı kimi tədbirlərdə isə hakimin üzərindəki təzyiq zirvə nöqtəsinə çatır. Burada hər kəs ondan qüsursuzluq gözləyir. Dünya çempionatında eşidilən hər fit səsinin arxasında məsuliyyətlə dolu bir dünya gizlənir. Hakimlər bu böyük turnirin ən çox unudulan qəhrəmanlarıdır. Jean Langen adlı fransız hakim kostyum və qalstukla meydana çıxmışdı. Köməkçi hakim isə əvvəlki mərhələlərdə Boliviya millisinin məşqçisi olmuşdu. Komandalar öz toplarını gətirmişdilər və oyunun başlanğıcında əsas mübahisə hansı topla oynanılacağı barədə idi. Zaman keçdikcə hakimlik tədricən bugünkü formasına yaxınlaşdı. 1970-ci ilə qədər sarı və qırmızı kartlar mövcud deyildi. 1994-cü ilə qədər hakimlər yalnız qara rəngli geyimlər geyinirdilər və 4-cü hakim heyətdə yox idi. Oyunun qaydalarında da böyük dəyişikliklər baş verdi. Məsələn, 1990-cı ilə qədər qapıçılar geriyə ötürülmüş topu əllə tuta bilirdilər və özünü yerə atmaq 1998-ci ilə qədər sarı kartla cəzalandırılmırdı. Lakin bir şey heç vaxt dəyişmədi. Hakimlərə göstərilən sərt təzyiqlər. Heç kim, nə oyuncular, nə məşqçilər, nə media, nə də FIFA onlara optimist yanaşmır. Məhz bu səbəbdən FIFA son illərdə dünya çempionatının hakimlərinə xüsusi diqqət yetirməyə başlayıb. Artıq hakim komandaları ciddi nəzarət altındadır. İmtahanlardan keçirlər, təlim düşərgələrində iştirak edirlər və müasir texnologiyalarına, xüsusi sprey, radio əlaqəsi və VAR sistemi ilə təchiz olunurlar. Lakin bütün bu irəliləyişlərə baxmayaraq, hakimin təkcə bir səhvi belə hər şeyi alt-üst edə bilər. Xalqlar üçün milli qürurla bağlı olan dünya çempionatında hakimlərin qərarları bəzən tarixi dəyişə bilər. Çünki həmin qərarlar verilməsəydi, bəlkə də çempionatların taleyi tam fərqli olardı. Məsələn, Jeff Hurston 1966-cı il finalında vurduğu sərt zərbə futbol tarixinin ən mübahisəli anlarından biri kimi yadda qaldı. Topun qapı xəttini keçib-keçmədiyi bəlli deyildi. Lakin Sovet köməkçi hakimi Tofiq Bəhramov qolu ev sahibi İngiltərənin xeyrinə təsdiqlədi. Bu qərar İngiltərəni 101-ci dəqiqədə tarixi uğura bir addım yaxınlaşdırdı. Bu isə həmin çempionatdakı ilk mübahisəli qərar deyildi. 4-də 1 finalda Argentinalı oyuncu Ratin hakimə qarşı anlaşılmayan bir dildə təhqirə görə meydandan qovuldu. Ratin 8 dəqiqə meydanı tərk etmədi. Oyuncular oyunu yarımçıq qoymaqla hədələdi. Amma hakim qərarına israr etdi. Argentina 10 nəfərlə qaldı və nəticədə İngiltərəyə uduzdu. Həmin çempionatda Milanın müdafiəçisi topu əli ilə qapıdan çıxartdı. Lakin hakim penaltı təyin etmədi. Bu kimi qərarlar FIFA'nın ev sahibi ölkəni dəstəkləməsi ilə bağlı şayələrin yayılmasına səbəb oldu.
1970-ci ildə isə Misirli hakim Həsən Əli Qəndilin səhvi nəticəsində Meksika millisi Salvador üzərində ilk qolunu vurdu. Salvadorun etirazları fayda vermədi. 1982-ci ildə Küveyt və Fransa arasında keçirilən oyunda Küveyt Futbol Federasiyasının prezidenti müdaxilə edərək Fransanın vurduğu qolu ləğv etdirdi. Amma fransızlar yenidən həmin qolu vurdu. Həmin çempionatın yarım finalında isə Almaniya qapıçısı Schumacher Fransız oyunçu Patrik Batistona qarşı çobudluq etdi. Batiston huşunu itirdi. Lakin hakim bu epizodda hətta kart da göstərmədi. Fransa 3-1 hesabı ilə öndə olduğu oyunu bərabərliklə bitirdi və penaltilərdə uduzaraq finala çıxmaq şansını əldən verdi. 1986-cı ilin dramatik hadisələri də unudulmaz idi. Maradona Tanrının əli ilə qol vurdu və Tunisli hakim bu qolu keçərli saydı. Əgər o anda qayda pozuntusu qeydə alınsaydı, bəlkə də Maradona əfsanəsi başqa cür olardı. 1990-cı ildə isə Almaniya Andras Bremenin mübahisəli penaltisi ilə 9 nəfərlik Argentinanı məğlub edərək çempion oldu. Bu Maradonanı göz yaşlarına boğdu. 1998-ci ildə isə ən təmiz hakim qərarlarından biri baş verdi. İranlı hakim İsfəndiyar Bəhramməst Norveç-Braziliya oyununda son dəqiqələrdə penalti təyin etdi. Amma İsveçli bir kameradan gələn görüntü gizli bir səhvi göstərdi və hakim geniş şəkildə tərifləndi. 2002-ci il çempionatında isə ev sahibi Koreya Respublikasının xeyrinə olan hakim qərarları dünya futbolunda ciddi etirazlara səbəb oldu. Portuqaliya ilə oyunda 2 qovulma, İtaliya ilə maçda kobud hakim səhvləri, İspaniyanın sayılmayan 2 düzgün qolu və Ronaldonun Türkiyəyə qarşı özünü yerə atması hamısı böyük səs-küy yaratdı. 2006-cı ildə isə Fabio Grossonun qazandığı şübhəli penalti çempionata damğasını vurdu. Avstraliyada bu hadisədən zərər çəkdi. Dünya çempionatının tarixi alınmayan qollar, səhv göstərilən kartlar və verilməyən faullarla doludur. Kim bilir, bu səhvlər olmasaydı çempionatın taleyi necə dəyişə bilərdi? Hakimlər adətən kölgədə qalırlar. Ta ki, bir böhran bütün diqqəti onların üzərinə yönəldənədək. Bəs onları da görmək mümkündürmü? Ən həssas anlarda düzgün qərar vermək üçün göstərdikləri səyləri.